pulumu istəyəndə mənə deyir ki, səni şərləyib tutturacaq. Məni ölümlə hədələyir. Deyir ki, 17 min mən ondan pul almışam. İndi qalmışam çöllərdə. Cəlilabad rayon sakini Elxan Əmirov News 24 Azın qaynar xəttinə müraciət edərək Cəlilabad rayonunda başına gəlmiş bir haqsızlıq hadisəsi ilə bağlı şikayətini bildirib. Elxan Əmirov iddia edir ki, yaşadığı ərazidə fərdi təsərrüfat üçün torpaq sahəsi almaq istəyib, lakin icra hakimiyyətinə verdiyi pul da batıb və pul ona geri qaytarılmır. Mən Rusiyada kiçik sahibkarlıqla məşğuldum. Burada da yer götürüb sahibkarlığı davam etdirmək istirdim. Kənd təsərrüfatı sahibkarlığına məşğul olmaq istirdim və Cəlilabad rayon icra hakimiyyətinin yaxınlaşdım. Orada məni Cəlilabad rayon icra hakimiyyətinin müavini Hüseynov Sabir Ağa Hüseynoğlu qarşıladı. İnanmazdım ki, belə bir yerdə belə bir dələduz adam işləyər. Çox təəssüflər ki, Sabir Hüseynov mənə yüksək vəzifəli məmurların adından istifadə edərək özünə çox inandırdı. Mənim cəmlikdə 35 min manat pulumu dələduzluq yoluna əlinə keçirtdi və bugünkü günəkdə mənim pulumu qaytarıb vermir. Və ona pulumu istəyəndə mənə deyir ki, səni şərləyib tutturacam, səni maşına vurdurub öldürtürəcəm, bu şikayətindən əl çəkinər və deyir ki, pulu İrana göndərmişəm. Mən də Sabir Hüseynovun İranda şirkəti var, o şirkətlə məşğuldur. Mənə deyir ki, mənim Cəlilabad rayonunda Köhnə Kolxoz bazarında onun Ailə Market kimi fəaliyyət göstərən mağazini, 2 dənə mağazini var, bir təndirxanası, Cəlilabad rayonunun Təklə kəndində Şadlıq evi, meyvə bağı, yanaca doldurma məntəqəsi və tikinti materiallar kooperativi var. Və 100 hektarlarla torpağı Cəlilabad rayonunda Sabir Hüseynov sənədli və sənədsiz zəbt etdirib. Bakı şəhərində villası, mənzilləri. İndi də mənə deyir ki, get hara şikayət edirsən elə, mən səni maşına vurdurub öldürtürəcəm. Məsələ ilə bağlı məhkəməyə müraciət eləmisiniz? Mənə deyir ki, mən Cəlilabad rayonunda pulumu verib qanunları dəyişən adamam. Ona görə də mən məhkəməyə müraciət eləməmişəm, hələ ki gözləyirəm. İndi Sabir Hüseynov məni ölümlə hədələyir. Harada müraciət edirəm, mənim şikayətimə baxan yoxdur. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət eləmisiniz? Dəfələrlə müraciət eləmişəm. Sabir Hüseynov Cəlilabad rayon polis şöbəsində araşdırma olub. Deyir ki, 17 min mən ondan pul almışam. Yalandan deyir 17 min. Pulum olanda qaytarıb verəcəm. Onu da nə vaxt qaytarıb verəcəm, onu da mən bilmirəm. Əlimdə olan pulu da gətirdim Azərbaycana, mənim başıma belə bir oyun açdılar. İndi qalmışam çöllərdə, baxan yoxdur, şikayətimə də hara gedirəm də şikayətə baxan yoxdur. Məsələ ilə bağlı vətəndaşın pulunu mənimsədiyi iddia edilən Sabir Hüseynovla əlaqə saxladı. O hadisənin hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırıldığını qeyd etdi. 2 illik baxdıq prokuratura, polis, mütəşəkkil cinayətlər arası mübarizə idarəsi. Nə olmalıdır ki, sən bilən? Qısaca mən deyəm ki, hüquq mühafizə orqanları bunun hamısını məşğul olub. Bu qısaca budur, əziz qardaş.